Dəyərli müəllimlər, son mövzumuz isə 26-cı mövzu olan yumurtadan yeməklərin hazırlanma texnologiyasıdır. Gəlirik yumurta nədir? Yumurta zərif, ləzzətli dada malik, yüksək kalorili qida məhsuludur. Yumurtanın tərkibində çox sayda xeyli miqdarda zülal var, yağlar, kalsium, fosfor, dəmir duzları, həmçinin nə var? A, B və D qrup vitamininə zəngindir. Hansı qrup vitaminlər? A, B və D. Sonra qida məhsulu kimi toyuq, qaz, hinduşka, ördək yumurtalarından istifadə olunur, amma yeyinti sənayesində deyil. Bu toyuq və yəni daha doğrusu toyuq yumurtasına üstünlük verilir. Çünki bu su quşlarının yumurtası zərərli mikroorqanizmlərə yoluxmağa meylli olurlar. Ona görə də ən çox toyuq yumurtasından istifadə olunur. Təzə yumurta orqanizm üçün çox xeyirlidir. Yumurta iki qrupa bölünür. Pəhriz yumurtası və mətbəx yumurtası. Pəhriz yumurtası 5 günə qədər, mətbəx yumurtası isə 30 günə qədər saxlana bilər. Qaynatlı məmulatların hazırlanmasında adətən təzə yumurtadan, yəni bu şirniyyatların, tortların və s. burada təzə yumurtalardan istifadə olunur. Yumurtanın keyfiyyətinin yoxlanmasının iki üsulu var. Hansıdır? Birinci üsul, bir stəkan suya, bir xörək qaşığı duz götürürük. Baxın, burada çay qaşığı yoxdur. Hər birində, yəni bu mövzuda ümumiyyətcə xörək qaşığından söhbət gedir. Ona görə yadda saxlayırsınız ki, xörək qaşığı. Deməli, bir stəkan suya, bir xörək qaşığı duz əlavə edirik. Yumurtanı içərisinə atırıq. Əgər yumurta təzədirsə, dibə düşür. Belə deyim, biraz köhnədirsə, amma yararlıdırsa, suyun belə deyirik içərisində olur. Amma tam xarabdırsa o suyun üzərinə çıxır. Baxın, bu artıq xarab yumurtadırsa, keyfiyyətsiz yumurtadırsa, suyun üzünə çıxır. İkinci üsul isə işığa tutma üsuludur. Əgər yumurta təzədirsə, ağı aydın, sarısı isə çətinliklə görünür. Ağı, yəni yumurtanın ağı böyük hissəsidir. Yadda saxlayırıq, yumurtanın ağı böyük hissəsi ağdan ibarətdir. Onun ağı aydın, sarısı isə çətinliklə görünürsə, bu yumurta yaxşı yumurtadır, yəni təzə yumurtadır. Yox, onu işığa düşəndə səthi, içərisi görünmürsə, qaranlıq görünürsə, bu o deməkdir ki, o yumurta artıq köhnəlib, yəni keyfiyyətsiz yumurtadır. Qaynadılmış, yağda bişirilmiş yumurta deyir, süfrəmizin sevimli xörəyi olur. Yumurtanın qaynatlı məmulatları, bayaq dediyim kimi, tort, şirniyyat, soyuq qəlyanaltılarda, omlet, sonra salat hazırlanmasına istifadə olunur. Yumurtanın yuyulması. Yumurtanı istifadə etməmişdən öncə 1 litr suya nə qədər? 2 xörək qaşığı çay sodası. Baxın, burada artıq miqdar çoxdur. Nə qədərdir? 1 litr suyu yumurtanın yuyulmasında. Üzərinə gəlir 2 xörək qaşığı nə? Çay sodası. Çay sodası. Bura bir dənə. Çay sodası əlavə edirik və yumurtaları bu formada yuyuruq. 1 litr su, 2 xörək qaşığı çay sodası. Qaynadılmış yumurtanın hazırlanma texnologiyası. Ümumiyyətcə bu ardıcıllarda çox diqqətli olun. Yəni çalışın ki, yadda saxlayasınız hər birini. İlk öncə birinci mərhələ nədir? Yumurtanın yuyulması. Axar suyun altında yuyuruq. İkinci nədir? Deməli, yumurtanı su doldurulmuş qazana qoyub suyu qaynadırıq. Baxın, yumurtanı qoyuruq qazana, üzərinə su əlavə edib qoyuruq qaynamağa. Su qaynayandan sonra yumurtaların burada qaynama müddəti var. İlıq yumurta 3 dəqiqə, yarım ilıq, yarım bərk 4-5 dəqiqə, amma bərk yumurta isə 8-10 dəqiqəyə hazırlanır. Baxın, bu ikinci mərhələdə idi. 3-də yumurtanın qabığı yaxşı təmizlənsin deyə onu bir neçə dəqiqə soyuq suda hazırlayırıq. Artıq yumurta qaynayıb, onu saxlayırıq soyuq suda. Sonra yumurtanı 4-cü mərhələ. Yumurtanı qurulayırıq, boşqaba qoyub və xüsusi atlığın üzərinə yerləşdiririk. Qaynatma zamanı yumurta çatlamasın deyə ona bir çay qaşığı, baxın, bir dənə burada çay qaşığı var ki, duz tökürük ki, yumurtanın qabığı çatlamasın. Qayğanağın hazırlanması, yəni bu hər birimiz bunu bilirik qadınlar olaraq. Necədir? Adam başına 2 yumurta və 10 qram kərə yağı götürülür. Yəni bu adam sayına dəyişə bilər. Sonra birinci mərhələ yumurtaları axar suyun altında yuyuruq. Hər ikisində də ilk mərhələ yumaqdır. Baxın, burada da qaynadılmasında da, qayğanağın hazırlanmasında ilk mərhələ yumaqdır. Yumaq. Sonra ikinci mərhələ nədir? Tavanı qızdırırıq. Yağı tavada qızdırırıq.
və sarısının tamlığını pozmadan yumurtanı sındıraraq tavaya tökürük. Deməli, ikinci mərhələ necə oldu? Yağı tavada qızdırdıq və sarısının tamlığını pozmadan ora əlavə edirik. 3-də artıq onu duz əlavə edib 2-3 dəqiqə bişiririk. Və yumurtanın ağı bişən kimi, ağaran kimi onu odun üzərindən götürürük. Sonra isə 4-də artıq hazır qayğanağı boş qaba çəkib cəfəri şüdlə bəzəyə bilərik. Qayğanaqla süfrəyə təzə xiyar, pomidor da vermək olar. Əgər deyir qayğanaq tək adamlıq tavada hazırlanmışdırsa, onu içinə salfet sərilmiş boş qaba yerləşdirərək süfrəyə də vermək olar. Sonra burada omlet var, omletin hazırlanması. Burada ərzaqlar nədir? 2-3 yumurta, 3 xörək qaşığı süd, 1 xörək qaşığı un, zövqə uyğun duz götürürük. Sonra bir yumurtanı, unu, birinci yəni mərhələ. Yumurtanı, unu, südü və duzu yaxşıca bir kasada qarışdırdıq. İkinci, tavada yağı yaxşı qızdırın. İkinci mərhələdə elə qayğanağı hazırlanmasında kimi yaxşıca qızdırdıq. Yumurta, un, süd qarışığını töküb yəni orada bişiririk. Deyək ki, qarışığı sobada da bişirmək olar. Hazır omleti adambaşına hissələrə ayırıq. Omletin yanında qızarmış kalbasa, mal əti, kartof, tərəvəz də vermək olar. Əgər kalbasanın, mal ətinin, yəni bunların hamısını yumurta süd qarışığına töküb sobada bişirsək, yəni bunları bir yerdə qarışdırıb bişirsək, qarışıq omlet, istənilən içliyi omletin üzərinə qoyub qutab şəklində büksək, bu zaman isə içi doldurulmuş omlet olur. Deməli, omletin neçə növü var? Qarışıq omlet, bir növü budur. İkinci növü isə içi doldurulmuş omlet. Deməli, omletdə nə oldu? 2-3 yumurta, baxın, 2-3 yumurta, 3 xörək qaşığı, deməli, süd, 1 xörək qaşığı isə un və duz. İlk mərhələdə həmin bunların hər birini qarışdırdıq kasada. İkinci mərhələdə yağı qızdırdıq tavada və omleti atdıq, həmin o yağın içərisində bişirdik. Deyək ki, onu sobada da bişirmək olar. Sonra adambaşı hissələrə ayırdıq 3-cü mərhələdə. Sonra onu deyir yanında kalbasa, mal əti, nə bilim kartof və bunlarla da vermək olar. Yəni omletin yanında. Və deyir əgər bunların kalbasadır, kartof deyən bunlar hər birini omletlə yumurta, yəni bu qarışıqla bir yerdə qarışdırıb bişirsək qarışıq omlet, ayrı bişirsək, yəni yoxsa bu ərzaqları o omletin üzərinə qoyub büksək qutab formasında, bu isə içi doldurulmuş omlet hesab olunur. Belə müəllimlər, bu da belə 5-ci sinifin son mövzusu idi. Xeyirli uğurlu olsun. İnşallah ki, hər birimizə uğur gətirər.